Gamers kanalına hər kəsə salam dostlar. Bugün sizlərlə mexanika maşınının necə sürüldüyünü öyrədəcəm. Əvvəlcə burada əmmim oğlu oturub. Deməli bu Renault'dur, Tondar 1.6 motordur. Əvvəlcə bundan başlayaq. Mexanikanı əvvəlcə siz beləsinə bir yerdə öyrənə bilərsiniz. Yəni ancaq torpaq sahə olsun. Torpaq sahələr, belənciyinlə torpaq sahələrdə sürün. Mən öyrəncini öyrənmişəm. Nəysə, keçək əsas şeyə. Öncəliklə ruchnoy çəkmək, yəni xalastoyda olanda çəkin. Məsələn, burada deyim sizə. Qaz var. Bu tormuzdur, bu da muftadır. Muftanı öncəliklə tam dibə qədər basmalısınız. Yəni bu qədər bastınız yox. Tam dibə qədər göstərirəm, baxın. Sizə beləsinə bir şey formada göstərim. Polnu görürsünüz, daha gezmir o yana. Bu qədər basmalısınız. Sidenkidə özünüzə görə ayarlayırsınız. Yəni, ayarlayın sidenkiləri. Onu polnu eləyəndən sonra skorsa gələk. Skorus deməli, məsələn, birdə də. Məsələn, xalastoyu nətər yoxlamaq istəyirsiniz? Məsələn, bir dənə belə eləyin, qayıtsa deməli, birdədir. Belə maşına ziyandır. Bir dənə sol elin, beləsini buraxın. Bir dənə sol elin, buraxdınız. Gördünüz ki, boşdadır şey. Yəni, beləsinə qayıtdığı yerindən boşdadır. Nə deyilin? Beləsinə bir dənə elədiniz, gördünüz, beləsinə qayıtdığı yerindən boşdadır. Birinci skorsa belə atırsınız. Burada əslində yazır məsələn, bu ortada, məsələn, sola, qabağa, sola yuxarı, sola aşağı, sonra belə, məsələn, baxın indi, məsələn, mən elə tutacam, siz üçün. Məsələn, muftaya bax, tama qədər basacaq. Məsələn, muftanı buraxdım. Əgər muftanı, məsələn, gəlin sizə yaxşı xotlayayım mənim maşını. Məsələn, xalastoydadır, bəli. 07-dirsə xotlamayın. Baxın, qabağa getdi. Tormuza basın mən. Sizin xətrinizə xotladım maşını. Biri attım. Mufta baxın. Baxın, buraxdım ayağımı. Tormuza bassam maşın gedir. Nəsə rutundan çəkim. Biri atıram. Gedmir. Gedmir, görürsünüz. Korobka dağıla bilər. Ona görə də polnu muftaya basıram və keçdi. Mən əgər birdə ola ayağımı muftadan çəksəm, baxın görün nə başlayacaq. Baxın. Baxın. Maşın artıq başlar sirkələməyə. Və səslər gəlir. Və qabağa gedir, sönür. Sönür. Mən indi buraxmadım, maşına ziyan dəyir. Gördünüz ki, sönür. Nəsə, mən söndürüm də artıq. Gördünüz ki, sönür. Bəli. İstəyirsinizsə, maşın qabağa getməsin. Birinci skorusda ruchnoy çəkim, söndürün maşını, ayağınızı çəkin. Bir şey olmayacaq. Gördünüz ki, maşın şey olur. Məsələn, buraxmışsınız birinci skorusda. Maşın tık dayanır. Resk ayağınızı polnu basın, yenidən qaydacaq öz yerinə. Ayaqlarımı elədim. Siz gördünüz. Deməli, bu birinci skorsta, yəni ayağınızı xotda olanda, ayağınızın həmişə də ayağınız tormuzda olsun. Tormuzda məsələn yolda gedərkən, məsələn gedirsiniz də yolda, məsələn basanda dayanmayacaq. Dayanacaq, prosta maşına çox böyük ziyan edəcək. Yəni muftaya basasın, sonra belə eləyəsiniz. Məsələn 1, 2 ilə, məsələn deyək 5 ilə gedirsiniz də, düzdür? 5 ilə gedirsiniz, muftadan buraxmışsınız. Dayanmaq istəyirsiniz, reski basmayın. Muftaya basın əvvəlcədən, sonra bir dənə belə eləyin, sonra tormuza basın. Yavaş tormuza basın. Çox sadə basın, dayanacaq. Ondan sonra, məsələn, belədir. Beləncini göstərim sizə. Bu formada. 20-40 arası 1'dir. Birinci skorusdur.
40-60 arası ikinci skorsdur. 60-80 arası üçüncü skorsdur. 80-100 4-dür, qalanları isə 5-dir. Beləncəsinədir mexanika. Bəli, indi isə mən sizə öyrədim tərpətməyi. Əvvəlcə maşını xodlayaq, şələ uca par oldu. Maşın gedir. Xodladıq. Düzdür? Rutinayladır. Ayağımı qoydum tormuza. Rutinayı bıraxdım. Tormuzda da hələ ki ayağım. Baxın, muftadadır, bıraxmıram. Atdım 1-ə. Baxın, görün indi nə edəcəm. Buradan dənirəm. Qazı verirəm. Bir dancı bıraxıram. Çox az. Gördünüz tərpənmir. Qaz verin təzdən. Bıraxın yavaş. Tərpəndi. Tərpənən kimi bıraxın. Dala getmək istəyərkən yenə muftaya basırsınız, tormuz. Dala belədir. Belə. Polunu sağa, dala. Xırt eləməlidir. Belə baxın, səsə baxın. Xırt elədi. Baxın. Xırt elədi. Qazı verirsiniz. Yavaş bıraxırsınız. Yavaş bıraxırsınız. İlk dayanmaq istəyəndə muftaya basırsınız. Mufta tormuz dayandı. Qaz yavaş muftanı bıraxın. Bu arxa zadni skorsdur. Baxın. Qazı verirəm, muftanı bıraxıram. Gördünüz? Nə qədər qaz verirsiniz, o qədər də muftanı bıraxmalısınız. Belə də olar, amma yəni bir damcı qaz verib şey də eləyə bilərsiniz. Məsələn, mən indi birinci skor satdım, qazı verdim bir damcı muftama. Ondan sonra söndürmək istəyəndə rutinayı çəkin, elə birinci skorsa söndürün, ağzı muftanı çəkin pramı. Deməli, ondan sonra mən sizə nə edeyim? Skorsa keçirmək. Muftaya basırsınız. Birdədir. Düzdür? Bastınız qazı. Muftadan bıraxdınız, tərpəndi maşını. Maşını tərpənən kimi muftadan bıraxmayın. Bir damcı bıraxın. Sonra yarıya qədər ayağınızla hiss eləyin. Hardadır? Baxmayın ayağınıza. Yavaş bir damcı bıraxın. Saxlayın biraz. Yavaş bıraxın. Tərpəndən sonra polunu bıraxın. Qaz verirsiniz. 2 atmaq istəyirsiniz. Düzdür, ikinci skorsa da belə atmaq lazımdır. Belə muftaya bastınız. 2 budur. 2 budur. Dalı eləyirsiniz. Belə. Baxın. Sol arxaya. Belə. Sol arxaya elədiniz. Keçdi 2. Onu nət eləyirsiniz qazla gedəndə. Gedirsiniz, düzdür? Gedirsiniz. Taxometrdə orada 30-da dəyişmək lazımdır. Gedirsiniz. Skorsa atanda ayağınızı qazdan götürün. Atın. Çox qaza baxıb biraz bıraxın. Qaza basıb biraz bıraxın. Sonra bıraxın. Sonra gəldiniz 3-ə atırsınız. 3 beləncini atılır bu arada. Belə qabağa belə. Sonra 4 daladır. 5 isə bir dənə belə sağa belə. Yuxarı. 5 isə 6 zadni skorsuyu da sizə göstərdim beləncinə bir şey. Dala belə. Belə. Gördüyünüz kimi bəli. İkinci skorsu öyrətdim sizə. 3 elə hamısını beləncini atın. Amma çox şey eləməyin də maşını. Çox gücə salmayın. Mənim ondan sonra nə deyə bilərəm? Mənim deyəcəklərim bu qədər. Sağ olun, salamat.